haqda. Bir-birimizdən utansaq, yəni mən utanacaq, siz utanacaqsınız. Biz hamımız öyrənməyə girmişik də bura. O zaman Biz 10 dənə müəllimə bu il yazışıram. O qədər mənə ürək verirlər. O qədər yaxşı dostlar tapmışam. Yevlaxdan, Bakıdan, Qulqayıtdan, hər yerdə. Hamıda bir şey var. İnşallah nəticələrimiz yaxşı olar bizim də belə. İnşallah. Həftədən mən də qoşulacam müəllimə. Bu həftə dinləyici kimi qulaq asın. O zaman Kəmali müəllimədən başladıq. Kəmali müəlliməm söyləyəcək, qədim Azərbaycan dedik ki, qədim insan məskənlərinin biri hesab oldu. Bizdə bunu sübut edən əsas tapıntı nə idi? Deməli, bizə sübut edən əsas tapıntı Qarabağda, yəni Azıq mağarasında, Xocavənd rayon ərazisi Füzulinin yaxınında Azıq mağarasıdır. Azıq mağarasında tapılan insan atçanın sümüyü və ay kəlləsidir. O zaman Azıq mağarasında tədqiqat işləri aparmış alim kim idi və buradan nələr tapmışdı? 1960-cı ildə başladı bu, Məhəmməd Əli Hüseynov tərəfindən 68-ci ildə tədqiqatı bitirdi. Deməli, burada 18 yaşlı bir qadının at çənə sümüyü tapıldı, bir də ay kəlləsi, onun da üzərində cızıqlar var idi ki, bu da ibtidai insanların incəsənətlə məşğul olduğunu, dini ayinlərlə incəsənətlə məşğul olduğunu göstərir. Düzdür. Bu bir. Amma orada 68-də bitirdiyini demirik, 68-də çənə sümüyü tapıb 80-ci illərə qədər davam etmişdi. Tədqiqat işlərim. Bir də 60-cı illərdə başlayıb deyirik. Bunlar ocaq izləri tapılıb ki, ocağın da ətrafı daş hasarla örtülmüşdü ki, bu deyir ki, bizə nəyi sübut edir? Deməli, bu bizə sübut edir ki, insanlar ocaqdan istifadə ediblər də, yəni. Tikili vərdişlər. Daş üstündə vərdişlər. Tikili vərdişlər. Ocağın kənarlarında daş bir hasar mı deyim, da kənarlarında... Məsəl üçün, bu, indi onu aid edə bilərik, tutaq ki, o Əli Köməktəpədə Cəlibadırların arasında, o evin ortasında onu aid edə bilərik mi? Yəni, insan Azıq mağarasından məlum məsələ odla tanış olublar, odun kənarlarını, ocağı dedik ki, ocaq özləri üçün hazırlayıblar. Əli Köməktəpədəki yaşayış məskəndidir, bəli. Evin ortasında və kənarında ocaq tapılmışdır. Bəs yaxşı, Azıq mağarasındakı o dediyi ayı kəlləsi üzərində cızma qarşı. Deyəbləri totemlərə sitayişin mövcud olduğunu göstərir. Bəli. Çünki burada o totemlərə, yəni həm də ki, onların din ayinlərində də o deməkdir. Totem ilk dinin aşırı. Yəni insanlar hesab edirlər ki, o nədən yaranıbsa ona sitayiş edirlər. İlk əvvəlləri ayının görkəmini, cüssəsini görüb ondan qorxub, heybətlənib, başladılar elə düşündülər ki, bunlar ayı daha belə cüssəli qüvvədə ondan qorxmaq, ehtiyat eləmək lazımdır. Totemlərə sitayiş beləliklə formalaşdı. Tarixə qədərki dövr deyilir. Tarixə qədərki dövr deyəndə bizə kim deyəcək? Nəzakət müəlliməm, Nəzakət Ələkbərova. Nəzakət müəlliməm, tarixə qədərki dövr hansı dövrdür? Tarixə qədərki dövr yazılı mənbələrin mövcud olduğu dövrə qədərki dövrdür. Düzdür. Misal üçün, İbtidai icma cəmiyyətini biz tarixə qədərki dövrə hesab edə bilərik. İbtidai icma cəmiyyətinə qədərki xeyr. Bəli, İbtidai icma cəmiyyəti tarixə qədərki dövr hesab olunur. Tarixə qədərki dövr hesab edədik. Bəs yaxşı, paleolit dövrünün ilkin mərhələsindən danışırıq. Gəlin baxaq görək, paleolitin ilkin mərhələsində Azərbaycanda hansı bölgələrdə tədqiqat işləri aparılmış? Mağaralar, yaşayış düşərgələri tapılmışdır. Azıq bu ki, mağaraları bilirsiniz, Lerikdə, onları bilirsiniz müəllimə? Bəli. Lerikdə Büzevdir, Qarabağda Tağdır, Azıqdır, ondan sonra Damcılıdır, Daşsalaqlıdır, Qazaxda, Mingəçevirdə Qaracadır, Naxçıvanda Qazmadır. O zaman buyurun, mərhələlərindən bizə deyin görək. Burada dediyiniz Azıq mağarası neçə rəqəmlə işarə olunubdur? Gəldə bileyim. 11 mənim. Düzdür, 11. Biz dedik ki, Azıq mağarasına əlavə bir də digər bir mağaramız var bizim burada. Tabdır. Bəli, Tabdır. 7 ilə işarə olunmuş rayonda hansı mağara yerləşir? Kəlbəcərdir, Zardır. Düzdür. 2 ilə işarə olunmuş rayonumuz? Daşsalaqdır, Qazaxdır. Düzdür, Qazax rayonunda. Günay müəllimə bizə deyə bilərmi? 1 ilə işarə olunmuş rayonda hansı mağara yerləşir? Oradan Naxçıvandadır, Qazma. Qazma mağarası alt paleolit aiddirsə, Erkən Tunç dövrünə aid olan burada mağara... Erkən Tunca aid olur, Maxdadır, Pultəpədir.
Birinci Kültəpə düzdür. Orta Tunç dövrünə aid olan Orta Tunçlarda ikinci Kültəpədə şəhər salınmadı. Bir də o son Tunçda da o siklopik tikilidir. Onun yeni kitabdır deyə adı həmişə yadımdan çıxır. Çalxanqala. Bir Orta Tunç dövrünə Şahtaxtı və ikinci Kültəpə. Şahtaxtı, bəli, Şahtaxtı. Bu xəritənin sualların içindən keçək bir. Səba müəlliməmiz eləyəcək. Səba müəllimə 4 dənə işarə olunmuş rayonda hansı mağara yerləşir? 4 dənə mənim kitabım mağarası. Düzdür. 3 dənə işarə olunmuş rayonumuz Cənubiyyətdə Əmkinlikdir. doğrudur. Nəzakət müəllimə Qazaxova 5 dənə işarə olunmuş rayon hansı dövrə aiddir? Buradan tapılmış ibadətgah hansı dövrə aiddir? O Xaçmazda Sərkərtəpə. Doğrudur. 6 ilə işarə olunmuş yaşayış məskənində hansı alimlər tədqiqat işləri aparıblar? Heyber tərəfindən qazıntı işləri aparıb. Bir də Hədəf Qobustanda bəli. Amma bilirik ki, Qobustanda 1939-cu ildə ilk tədqiqat işləri aparan şəxs kim oldu? Səfərdələr tərəfindən aparılmışdı bəli. Qazıntı işləri. Doğrudur. Elə Qobustan demişkən, Qobustan neçənci ildə UNESCO-nun maddi mədəni irsi siyasətine əlavə olundu? 2007-ci ildə maddi mədəni irsi siyasətine daxil edilmişdir. Düzdür. Bir də biz bunun digər Azərbaycan tarixi abidələri ilə Yunanistan tarixi ilə oxşar cəhət edəcəyik gələn dərslərimizdə. Aygün müəllimə bizə eləyəcəkdir. Aygün müəllimə 12 və 16 ilə işarə olunmuş rayonlar oxşar cəhət. Yəni bir dəqiqə tapım. 12 bu Tovuz dediniz. Bozdu müəllimə Göytəpə. Birdən içəri yediniz zəhmət olmasa. Alo. 16'da 16. Bəli, bəli, Tovuz. 12 Tovuz, Tovuz'u rəqəmi işləmədim. Mən net gelir biraz. Bildim. 16 hatta burada. Eyvallah. Avcabədəli Kamiltəpə. Avcabədəli Kamiltəpə müəllimə. Düzdür. Ondan işarə olunmuş. İnternet gelir gəlir müəllimə. Neyse səsini qırmışdı. Yox, o zaman Şəlalə müəllimə deyəcək. 10 buradan geçiyordu. Qarşı düşərgəli mağara değil. Düzdür. Düşərgəsi doğrudur. Şəlalə müəllimə bizə deyəcəkdir. Şəlalə müəllimə. Bəs yaxşı. Desəm ki 6. İnternetin gelir gəlir. Müəllimə səsinizi bağlayın. Şəlalə müəllimə. 6 və 2-ni birləşdirən cəhət? Necə müəllimə? 6 ilə nəyi? 2-ni birləşdirən cəhət. 6 Qobustan, 2 də Qazaxda. Paleolit dövrünə aid abidələr tapılır, onu deyirsiniz? Hər ikisində Yox, Qobustan yox. Damcılı mağarası ilə bir yadınıza salın. Damcılı mağarası, bir də Qobustan düşərgəsi. Mezolit dövrü. Bəli, düzdür, mezolit dövrünü öyrənmək üçün dedik ki, bu düşərgələr, bu yaşayış məskənləri tutulmuşdur. Bir Damcılı mağarası, bir də Qobustan düşərgəsi. İndi gəlin bir də üstündən keçək mövzuların testlərimizi, daha doğrusu sual cavabımızı davam edək yenidən. Nəzakət müəllimədə qalmışdıq. Nəzakət müəllimə, nə zaman çapacaqlardan əmək alətləri hazırlamışlar insanlar? Paleolit dövründə. Bəli, paleolit mərhələsindən. Bəs yaxşı, bu dövrdə insanlar hansı kollektivdə yaşayırdılar? Ulucma. Uluyucma, bir də qəbilə Sonrası qəbilə icması. birləşdirən cəhət? Qida ehtiyatıdır, əlverişli şəraitdə bunlar birləşdirən. Hər ikisi birləşdirən cəhət, hər ikisi kollektiv. İnsan kollektivi, mütəşəkkil insan kollektividir. Hər ikisi paleolit dövründə mövcud olmuşdur deyə bilərik. Bəli, bəli. Hər ikisi paleolit dövründə mövcud olmuşdur. Bəs yaxşı, bizə kim deyəcək bir də Şahla müəlliməmiz? Şahla müəllimə, gəlin baxaq görək. Ulu icma deyirik. Ulu icmanın yaranmasının səbəbi nə idi? Müəllimə, ulu icma çox təbii şəkildə yaranmışdı. Yəni tez-tez dağılırdı. Ondan sonra deməli alt paleolitin ilkin mərhələsindən orta mərhələsində ulu icmada yaşamışdılar. Son deməli paleolitin son mərhələsində qəbilə icması formalaşmışdı. Doğrudur. Bəs yaxşı, ulu icma bir də qəbilə icması. Bunları birləşdirən cəhətlər?
Onlar ikisi də mağaralarda yaşayırdılar da müəllimə. Bir də qan qohumluğu əsasında deyə bilərik. Qəbiləni qan qohumluğu əsasında, ana xətti ilə qan qohumluğu əsasında birləşdirmək deyə bilərəm qəbiləni. Ancaq onların ikisi də mağaralarda yaşayırdılar. Hər ikisində istehlak təsərrüfatı, yalnız istehlak təsərrüfatı mövcud olub desəm, Yunan istehlak təsərrüfatı bəli deyə bilərik. O paleolitin ilkin mərhələsində olmuşdu istehlak. Ancaq istehlakdan istehsala keçidin əsası megalitdə qoyulmuşdu. yəni qəbilə həm də müəllimlər yadda saxlayır ki, qəbilədə həm də istehsal mövcud olub. Orada yalnız sözü səhvdir. Hər ikisində istehlak təsərrüfatı mövcud olub deyə bilərsiniz. İstehlak təsərrüfatı mövcud olub deyə bilərik. Müəllimə, sadə incəsənətlə insanlar nə zaman məşğul olublar? Sadə incəsənəti də o da paleolit dövründə deyə bilərik də müəllimə. Sadə toxuculuq, sadə incəsənət. İncəsənəti paleolitin ilkin mərhələsini deyə bilərik. Azıq mağarasından bildik. İncəsənətin inkişaf etməsini, ibtidai incəsənətin inkişaf etməsini hansı dövrə aid edirik? İbtidai incəsənətin inkişaf eləməsi onu mezolit dövrünə deyə bilərik də müəllimə. İncəsənətin çiçəklənməsini hansı dövrə aid edirik? Onu orta tunç dövrünə deyə bilərəm. Əla, doğrudur. Düzdür. Şəhla müəlliməmiz cavab verdi. Daha doğrusu, daha sonra Şəlalə müəllimə ilə davam edək. Şəlalə müəllimə bizə deyəcəkdir, paleolitin son mərhələsi, üst paleolit dövrü dediyimiz mərhələ. Neçənci minillikləri əhatə edir? Bu dövrdə cəmiyyətin həyatında nə kimi yeniliklər baş verdi? 13-cü minillikdən 8-ci minilliyə qədər davam eləmişdir. Ox və kaman kəşf edilmişdi, qida ehtiyatı artmışdı, qəbilə icması var idi, artıq ondan əvvəl yaranmışdı, qəbilə icmasında insanlar yaşayırdı. Sonra nə deyə bilərəm? Mezolitdə. Paleolitin son mərhələsini soruşmuş. Son mərhələsi. Ağıllı insan dedik. Gəlin baxaq görək. Ağıllı insan, Homo sapiens dediyimiz bu hansı kollektivdə yaşayıbdı? İnsan növü. Quru icmada. Qəbilə icmasında çaşdım, qəbilə icmasında. Qəbilə icmasının yaranmasından sonra cəmiyyətin həyatında kimlər daha çox ön plana çıxdı? Üst paleolit dövründə. Qadınlar. O zaman üst paleolitdə başlamış ana xaqanlığı hansı dövrə qədər, neçənci minilliyə qədər davam etmişdir? Erkən Tunc dövründə 4-cü minilliyin ikinci yarısından 3-cü minilliyin sonuna qədər. Erkən Tunç dövrünə qədər, 4-cü minilliyin ikinci yarısına qədər davam edir. O zaman həm ana xaqanlığa, həm ata xaqanlığı üçün oxşar cəhətlər nə deyə bilərsiniz? Oxşar cəhət? Bəli. Həm ana xaqanlığa, həm ata xaqanlığı üçün oxşar cəhətlər. Ana xaqanlıq, ata xaqanlıq, oxşar cəhət. Əvvəlcə yadda salırıq, baxın. Üst paleolitdən ta ki eneolitə, sonra da erkən Tunç dövründən də sonraki dövrlər üçün oxşar cəhətlər deyirik. Həm ana xaqanlığı, həm ata xaqanlıqda. Əkinçilik, maldarlıq mövcud olur deyə bilərik. Bəli, əkinçilik, maldarlıq, toxu əkinçiliyi neolitdə var idi. Artıq burada xış əkinçiliyinə keçid oldu. Oxşar cəhətlər deyirik, oxşar cəhətlər deyirik. Hər ikisində, həm ana xaqanlığı, həm ata xaqanlığında axirət dünyasına inam yaranmış, mövcud olmuşdur. Bəli, bəli, var idi. Hər ikisində axirət dünyasına yanaşı dini inançlar mövcud olmuşdur deyə bilərik. Bəli, bəli. Bəs yaxşı, desəm ki, hər ikisində dulusçuluq yaranmışdır. Oxşar cəhət edə bilərik? Yox, dulusçuluq şeydə yaranmışdı, neolitdə yaranmışdı. Yaranması yalnız ana xaqanlığı dövrünə aiddir. Oxşar cəhət desəm, deməliyəm ki, hər ikisindən mövcud olmuşdur. Mövcud olanda həm ata xaqanlığı, həm ana xaqanlığı aiddir. Düzdür. Sonra Aygün müəllimə bizə deyəcəkdir. Aygün müəllimə, orta daş dövrünün paleolitdən fərqləndirən xüsusiyyətləri nələrdir? Orta daş dövrü müəllimə mezolit dövrü adlanır. 12-8-ci minillikləri əhatə eləyir. Ən böyük yeniliyi mezolit dövrünün ox və kaman ixtira etməsidir. Ox və kaman ixtira etməsi nəticəsində uzaq məsafədəki heyvanları asanlıqla ovlamaq, qeydiyyat əldə etmək, qida ehtiyatını genişləndirmək, ilk əkinçilik, maldarlığın əsası qoyulması, ilk dini təsəvvürlər alt paleolitdə yaranmışdı. Mezolitdə isə daha da belə dərəcədə genişlənir. Mezolit dövrünün
Harpun, balıq tutmaq üçün harpundan istifadə edirdilər. Kiçik mikroid alətlərdən istifadə olunurdu, kəsici alətlərdən. Paleolitdə məsələn böyük daşlardan əmək içində daşlardan istifadə olunursa, mezolit dövründə kiçik ölçülü mikroid alətlərdən istifadə olunmağa başlamışdı. Balıq tutmaq üçün harpundan istifadə olunurdu. O zaman xəritəyə baxın. Burada mezolit dövrünə aid olan yaşayış məskənləri hansılardır? Mezolit dövrünə Qobustandadır müəllimə. Bir də Qazaxda Damcılı mağarası əsasında öyrənilmişdi ki, mezolit dövrünə aid abidələrimiz aşkarlanmışdı. Neçə rəqəmlə işarə olunubdur həmin rayonlar? Burada mən xəritəni mən görmürəm. Xəritə, belə ekran dəyişin, sağ-sol eləyin, aşağı-yuxarı gələcək. Hə, indi gördüm mən. Qobustan 6-dır müəllimə burada. Damcılıda 2-dir, Qazaxda 2. Bəs Neolit dövrünə aid olan yaşayış məskənləri harada tapılır? Neolit dövrünə aid Tovuzda Göytəpədir, Ağcabədidə Kamiltəpə. Onlar neçə rəqəmlə işarə olunub? Tovuz burada müəllimə. Tovuz burada 12-dir. 12 Tovuz. Ağcabədi də burada 16-dır. Hə, düzdür. Sonraki Nəzakət müəllimə ilə davam edib, Nəzakət Qazaxlıda. Nəzakət müəllimə, siz bizə deyəcəksiniz Qobustan düşərgəsi. Deməli, biz Qobustan düşərgəsi ilə Yunanistanda Akropolu nəyə görə oxşarcayət edə bilərik? Akropolu yuxarı şəhəridir. Deməli, burada tarixi bədii qoruq olduğuna görə mənə. Hər ikisi mütləq qorada tarixi qoruq hesab olunur. Hər ikisi UNESCO tərəfindən qorunur deyə bilərik müəllimə. Bəli, belə deyək də vərsək dedim. Yunanistanın keçini bəli deyəcək ki, hər ikisi UNESCO tərəfindən qorunur. Doğru. Bəs yaxşı, siz bizə Paleolit dövrü ilə Orta Daş dövrünün, yəni Mezolit dövrünün oxşar cəhətlərini desəz? Deməli, Paleolit dövrü, Orta Daş dövrü. Çaxmaq daşdan əmək alətlərinin hazırlanmasını deyə bilərik. Sonra istehsal təsərrüfatını mezolit dövründə istehsala keçid olmuşdu da. Deməli, insanların qəbilə icması halında. Düşünürəm ki, keçən dəfə demişdik, istehlak təsərrüfatı bugünə qədər var. Yəni, təbiətdən nələrsə hazır şəkildə mənimsəyirik bugündə gedir. İstehlak təsərrüfatının yolda olması, bir də mənə bu nədən insanlar qəbilə icması halında üst paleolitdən başlayaraq yaşayırlar da, qəbilə icması halında yaşamaları. Düzdür. Sonra ana xaqanlığı deyə bilərik, ana xaqanlığın olmasını, səsli nitqin olmasını, insanlar səsli nitqə malik idi. Bir də mən bayaq dediyimiz kimi incəsənətlə məşğul olurdular da, sadə incəsənətlə məşğul olmalarını deyə bilərik də. Həm paleolit, həm mezolit dövründə ana xaqanlığının mövcud olmasını deyə bilərsiniz. Deməli, üst paleolit dövründən başlayıb, Tunç dövrünə qədər əgər gedirsə deyə bilərik. Doğrudur. Oxşar cəhət qeyd edədik. İndi gəlin baxaq. Axirət dünyasına inamın yaranmasını biz hansı dövrə aid eləmişdik? Axirət dünyasına inam mezolit dövrünü götürürük də. Axirət dünyasına inam ölülərin nə zaman bastırılır? İndi o üst paleolitdən. Orta paleolitdən. Orta paleolitdən, bəli. Paleolit dövrünü başlayaraq ölüləri bastırmaya başlayır. Bəs yaxşı, ölülərin yanına, qəbirlərin içərisinə müxtəlif məişət əşyaların qoyulması hansı dövrə aid? Müxtəlif məişət əşyaların qoyulması, deməli, qadının büt fiqurunun aşkar edilməsi bir mezolit dövrüydü. Qadın heykəl deməyə, sadəcə deyirik ki, bu dövrdə müəyyən bütlər tapılmışdı ki, həmin o mezolit dövründə ölülərin yanına qoyulurdu. Səba müəllimə bir şey deyəcək, Səba müəllimə. Ölülərin üzərinə oxra səpilməsi hansı dövrə aiddir? Düzdür. O zaman Eneolit dövründə ölülər harda bastırılırdı? Evlərin içərisində arasında. Nə zaman evlərdən kənara çıxarmağa başladılar? Tunç dövründə məsələn kənarda bastırılır. Doğrudur. Erkən Tunç dövründə artıq ölüləri hansı tipli qəbirlərdə bastırdılar? Kurqan tipli evlərdə erkən Tunç dövründə artıq verilmişdi kurqanlar. Doğrudur. Dəbdəbəli kurqanlar əvvəlki illərdə də xüsusən deyildi ki, dəbdəbəli kurqanlar hansı dövrlərə aid oldu? Son Tunç dövründə. Son Tunç, erkən Dəmir dövrünə aid oldu. Ölülərlə bağlı bunları qeyd elədik.
Ölülərin mumyalanması hansı xalqın mədəniyyətinə aid olan bir xüsusiyyət idi? Düzdür. İndi gəlin baxaq görək, bizim yeni daş dövrü dediyimiz dövr neçənci minlikləri əhatə edibdir? Neolit dövründə Şumerlər hansı ərazidə məskunlaşıb? Elə yaşadıqları iki çay arasında. Yox, Azərbaycan deyil. Ümumiyyətlə, orada da Neolit adı çəkmişdi, ona görə dedim ki, Mesopotamiyada məskunlaşmışdılar, doğrudur. Bəs yaxşı, Neolit dövründə biz qeyd edə bilərikmi ki, yeni istehsal, daha doğrusu birinci əsasda yeni sənət sahələri meydana gəlməsini, bəli, misal üçün Topuculuk, dövüşçülük əsasını yaranmışdı. Bir de ona rast geldim ki biz evvelce iyi uzuvlarının Neolit'te değildik. İndi bölge kitaplarda Neolit'ten götürürler. Neolit dövründə iyuculukları, iyilər falan aşağı formada meydana gəlmişdir, davam etmişdir. Amma bir şey var ki, toxuculuq bu dövrdə Neolitdə yaranıbsa, deməli Neolitdə istifadə olunub onlardan. Çünki toxucunun hansı toxuyardılar, iyi olmasaydı. Neolit dövründə sənətkarlıqla bağlı bəzi suallarım var ki, biz bu dövrdə deyirik ki, dulusçuluq meydana gəldisə, dulus sobaları hansı dövrə aiddir? Dulus sobaları Neolit'ten yarandı esasen. Neolitdən Rəna müəllimə bizə deyəcək. Rəna müəllimə, o zaman gəlin baxaq görək. Dulus qabların üzərini sadə naxışlarla bəzədilməsini hansı dövrə aid etmək olar? Erken Tunç. Yeni təzə kitablar deyir ki, sən demə bu Neolit dövründəymiş. Süfrə üçün bir qabların hazırlanmasında gördük ki, sadə naxışla bəzədilirdi. Bəs yaxşı, Neolitdən fərqli olaraq Neolit dövründə dulusçuluqda yeni texnika ortaya çıxdı deyə bilərsiniz? Bəli, deyə bilərsiniz. Bilirsiniz bu nədir? Dulus kürələr. Dulus kürələr Neolit dövrünə aid edilir təzə kitablara əsasən. Və bizim dulus çarxı dediyimiz, bu dulus çarxı nə zaman meydana gəlib müəllimə? Erken Tunç'ta Anadolu çarxı ayaklı harekete getiren son Tunç'ta. Ağla, doğrudur. Müəllimə, keçən dərsdə bax kameranızı açsaydınız, bu dəfə artıq daha rahat olardınız. Sözüm odur ki, kameranızı açın, daha rahat şəkildə dərsimizə qoşulun. Müəllimə, üzr istəyirəm, kürələr ilə sobalar demək deyil, olardı. Bəli, dulus kürə, dulus soba. Dulus çarxı başqadır, dulus kürələri, dulus sobaları da başqadır. Rəna müəllimə, indi siz bizə deyəcəksiniz, mis daş dövründə insanların yaşayışında nə kimi dəyişikliklər baş verdi? Mis daş dövründə necə? İnsanların yaşayış tərzində nə kimi dəyişikliklər oldu? Artıq evlərdə yaşamağa başladılar deyə bilərikmi? Evlərdə yaşayırdı insanlar. Bəli, evlərdə yaşayırdı Rəna müəllimə. Bu evlər hansı formadaydı? Dairəli bıçaqlı formada. Hətta biz bilirik ki, qazma tipli evlər də yaranıbmış. Qazma tipli evlər. Azərbaycanda çardaqlı evlər harada tapılıbdır? Müəllimlər qəşəng ki, bəziləri yerdən cavab verir, səsi bağlı formada. Mütləq müəllimlər. Bütün suallara yerdən, səsi bağlı formada cavab verirsəz, bütün mövzu beyninizdə həkk olacaqdır. Bütün sualları özünüz cavablandırmış kimi olacaqsınız və o zaman daha rahat olur insan. Öyrəndikləri daha yaxşı yerdə qalır. Yaxşı, o zaman bizə Kəmalə müəllimə deyə bilərdim. Kəmalə müəllimə, o qeyd elədik daş dövrünə aid olan çardaq evlər harada tapılır? Harika məktəbədir. Hansı rayonda yerləşir? Cəlilabad rayonunda. Düzdür. Aydın Orucun və bir çox müəlliflərin testlərində xırda nüanslarda diqqət yetiriblər. Ambarlar. Misal üçün, evlər və ambarların tikintisini deyir ki, sadə bir hasar ayırırdı. Buradan meydana gəlib belə fikri yaranır ki, ambar deməli nə zamandan inşa olunubdur? Neolit dövründə. Bəli, Neolit dövründə düzdür. Və yaxud da desək ki, dəri işləmədə ayaqqabıların hazırlanması hansı dövrə aiddir? Elə də Neolit dövrüdür. Əgər fikir verməyibsinizsə, səhifə 20-ni açın baxın, sondan 2-ci abzasda. Deyir ki, ayaqqabı, paltar və s. hazırlanırdı dəridən, göndəri emalından. Bəzi testlərdə istifadə olunur. Sonda 2-ci. Sonun 2-ci abzasda. Bəs Kəmalə müəllimə, siz bizə deyəcəksiniz, bu dövrdə insanlar qeyd elədi ki, həm də metalla tanış oldu ki, bu metal düzdür.
Bəs nəyə görə mis tamamilə daşı sıradan çıxara bilmədi? Çünki kövrək metal idi, onu artıq tab gətirə bilmirdi o səbəbdən. Misin tərkibinə bəzi qatıqlar qatıb tunc əmələ gətirdilər. Doğrudur. Tuncu yaratdılar və nəticədə tuncdan artıq yeni əmək alətləri hazırlandı. Zaman formalaşdı. Bir də bir çox MIQ testlərində qeyd edildiklər müəllimlər. Tuncun özü eneolit dövründə aşkar olunur. Amma geniş kütləvi şəkildə əmək alətlərinin hazırlanması artıq tunc dövrüdür. Sonra bu tunc dövrü, daha doğrusu eneolit dövründə qeyd edildik ki, misin emal olunmasında hansı üsullardan istifadə olunurdu? Emal olunmasında Bəli. tuncu misi necə emal edirdilər müəllimə, yoxsa misin tərkib? Mis deməliydim, mis deməliydim. Misdən hər hansısa bir əşyanın düzəldilməsində hansı üsullardan istifadə olunurdu? Onun deməli bəzək əşyaları düzəldirdilər, onu deyib. Yaxşı, düzəltsinlər. Bu zaman Arzu müəllimə bizə deyəcək. Buyurun Arzu müəllimə. Arzu müəllim, eşidirsiniz? Buyurun Səba müəllim. Qorxusunlar mənimə. Bəli, bəli. Nə üsuluyla? Soyuq döyüm. Soyuq döyüm usuluyla. Bəsit, ilk vaxtlar döyüb onu nəsə bir formaya saldılar. Sonra gördülər ki, isinəndə daha istədiyi formanı ala bilər qəlbləri tökərək. Sonra istifadə üsulundan istifadə olundu. Nə zaman? O yadıma düşmədi. Eneolit dövründə idi. Eneolit dövrü. Buna yadda saxlayırıq. Sonra, bəs yaxşı, Günay müəllimə bizə deyəcək, eşidirsiniz Günay müəllimə? Bəli, müəllimə, eşidirəm. Aha. O zaman, deməli siz bizə nələr deyəcəksiniz? Azərbaycanda ilk dəfə insanlar nə zaman ön Asiyanın bir çox qədim mədəniyyətlərlə əlaqə saxlayıblar? Bu eneolitdə idi. Düzdür. Yeni kitablarımıza əsasən bu eneolit dövrünə aid edilir. Hardan bilirik bəs yaxşı eneolitdə olduğunu? Hardan bilirik Azərbaycanda tikinti növlərindən, binalarından, o texnikalardan istifadə olunurdu ondan. Sonra təsərrüfatlar, məişətdə istifadə olunan qablar, bəzək əşyalarda bizə o çarlıqlar var idi da, o sübut eləyirdi. Doğrudur. İndi gəlin baxaq görək. Siz bizə eneolit dövrünə aid olan yaşayış məskəni desək, hansı məskəni misal çəkə bilərsiniz? Eneolit dövrünə desək, ən çox götürülmüş tapılıbdır Gədəbəydə daş kəsəndə. Xəritədə də bu göstərir 13. Bir də daş kəsən. Daş kəsən rəqəmlə işarə olunmuşdur, onun üçün aşağısı. 13'ü götürə bilərəm. Gədəbəy ərazisi. Bəs yaxşı, eneolit dövrünə aid olan çardaqlı evlər harada tapılıbdır? Eneolit dövrünə aid olan çardaqlı onlar da Qarabağın dağlıq hissəsində. Əlikö məktəbədə. Cəllabadda 4. Neçə rəqəmlə işarə olunub Əlikö məktəbə? Neçə mənim? 3. Bəli, 3 rəqəmlə işarə olunub, doğrudur. 3-dən, düzdür. İndi gəlin baxaq görək, bizim tunç dövrü, daha doğrusu oxşar cəhətlər deyə sonra. Mezolit, neolit, eneolit üçün oxşar cəhətlər nələrdir? Mezolit, neolit və eneoliti nəzərdə tutdunuz. Deməli, mezolit, neolit, eneolitdə hər üçündə ana xaqanlıq mövcuddur. Hər üçündə daş əmək alətlərindən istifadə etmək mövcuddur. Hər üçündə qəbilə icmasında yaşamaq mövcuddur. Sonra oddan istifadə, sonra nə deyə bilərəm, oddan istifadə, qəbilə. Mezolitdən başladığıma görə, mezolit, neolit, eneolit dedim. Hər üçündə ana xaqanlığının mövcud olmasını deyə bilərik. Dedim onu müəllimə, bəli, ana xaqanlıqdır, oddan istifadədir, daş əmək alətindən istifadə, dünya ayinlərin mövcudluğunu da deyə bilərəm. Sonra başqa nə demək olar orada? Axirət dünyasına inamın mövcud. Axirət dünyasına inamın başlanğıcını götürəcək Neandertal adamla mövcudluğunu ondan sonra götürəcək. Qəşəng. Sonra düzdür. Bunlar oldu bizim oxşar cəhətlərimiz. İndi gəlin baxaq görək. Tunç deyilsə. Nəyi? Əkinçiliyi. İbtidai əkinçilik deyilsə, bəli, götürməli. İbtidai əkinçiliyin əsası mezolitdən. Yəni deyək ki,
İstehsal artıq mövcud olub hər üçündə. İstehsal mövcud olub. İstehsal, amma ikisini nəzərdə tutsaq, məsəl üçün neolitlə eneolitdə artıq burada əkinçilik və maldarlığın əsas məşğuliyyətə çevrilməsi, toxa əkinçiliyi, sonra Əsas məşğuliyyət bir şey yadıma düşdü. Nə zaman ovçuluq, yığıcılıq ikinci dərəcəli peşəyə çevrildi? onun köhnə kitablar eneolitdə götürülür. İkinci dərəcə məşğuliyyəti. Bəs yaxşı, Tunç dövrünün yarandığı dövrə nəzər yetirin. Həmin dövrdə qədim şərqdə meydana gəlmiş mədəniyyət və ya dövlət, hansı dövlət deyə bilərsiniz? Tuncla Şumerləri deyə bilərəm, dövlət nümunəsi kimi. Şəhər dövlətlər və bir də 4-cü minilliyin ikinci yarısı deyil. 4-cü minilliyin ikinci yarısında Misir yaranmışdı. Bizdə vahid şəkildə Misirin yuxarı Misirin aşağı Misirin birləşməsinə vahid şəkildə Misir dövləti yaradıldı. Düzdür. Əlaqə daha yaxşı yadda qalır. 4-cü minilliyin dedik ki, ortaları, ikinci yarısı və 3-cü minilliyin sonları. O zaman 3-cü minilliyin sonlarında Avropada hansı mədəniyyət sivilizasiyası? Krit mədəniyyətidir. Mikena mədəniyyəti 2-ci minillikdədir. O da Dorilər tərəfindən məhv olunur. Doğrudur. Onda müəllimə biz belə deyək də, ya 4-cü minilliyə kimi götürürük tarixə qədər ki, ibtidai icma, ondan sonra isə o bayaq dediyimiz bir müəlliməyə sual verdi. Bu, xalqların tarixində fərqlidir. İbtidai icma quruluşunun başa çatması, quldarlıq quruluşuna keçilməsi hər bir xalqın tarixində fərqli dövrlərə təsadüf edir. Ona görə tarixə qədərki dövr deyiləndə xalqların tarixindəki o yazıya qədərki dövr. Bu hər bir xalqın özünə məxsus xüsusiyyətidir, özünə məxsus tarixidir. Sonra Arzu müəllimə cavab vermədi. Görək Arzu müəllimə niyə cavab vermədi? Yoxsa Arzu müəllim ilk dərsi deyə dinləyicim olmaq istəyir. Müəllim, WhatsApp-da yazarsınız, düzdür, dərs vaxtı WhatsApp-a baxa bilmirəm. Bəs niyə cavab vermişsiniz müəllimə? Səs göndərmişsiniz, olmaq istəyirsiniz bugün? Ola bilər, mən dinləyici də ola bilərəm, sual da cavab da verə bilərəm. Mən bildiyim suallarını yazmışdım. Ben burada yox idim, bugün gəlmişəm Bakıda. Mənim dərsim bitir, sonra sizin dərsiniz başlayır. Ona görə ilə WhatsApp-da bu vaxta qədər olan saat 2-dən 4-ə qədər suallara, mesajlarınıza baxa bilmirəm. Tunç dövrü dedik mən. Tunç dövrü birinci dövrdə yadda saxlayırıq nə? Erkən Tunç dövrü. Nə mədəniyyət adlandırılır? Küravaz mədəniyyəti adlanır, erkən Tunç dövrü. Müstiyə mədəniyyət hansı dövr idi? Müstiyə mədəniyyəti orta paleolit dövrü. Düzdür. Quruçay mədəniyyəti. Quruçay azıq nömrəsine görə ilkin paleolit. Doğrudur. Paleolitin ilkin mərhələsi idi. Yadınıza salın. 1923-cü ildə Arxeologiya Cəmiyyəti, Arxeologiya şöbəsi tədqiqat işləri apararkən Azərbaycanda hansı mədəniyyətləri aşkar etmişdir? Görün kimi yadındadır. 1923. Bağışlayın, nə dediniz? Zəhmət olmasın. 1923-cü ildə Azərbaycan Arxeologiya Komitəsi yaranır, Arxeologiya şöbəsi. Bu zaman Xocalı, Gədəbəy mən deyim, ikisini də siz deyin. Yalolitəpə, Qızılbəy. Yalolitəpə, Qızılbəy aşkar eləmişdim. Bu da biz 11-ci sinifdə öyrənəcəyik, 9-11-ci siniflərdə mədəniyyət hissəsində qeyd olunubdur. Hə, yaxşı arzulayın o zaman. Zəhmət olmasa onu sonra yazardınız da qrupa, yadımızda qalsın, çıxmasın. Belə deyəndə, siz atdıqlarınızı mən təkrar oxuyuram, mütəmadi olaraq. Bunu da əlavə eləsəniz daha xoş olar. Olar müəllim. Tunç dövründə demişdik ki, Arzu müəllimə, Tunç dövrünü öyrəndik, erkən Tunç dövrü, Küraraz mədəniyyəti adlandırılır ki, bu dövrdə insanların həyatında, təsərrüfatda nə kimi yeniliklər baş verdi? Təsərrüfatda kişi əməli, yəni ata xalqanlığına çıxdı, ana xalqanlığına son qoyuldu. Sonra tayfalar yarandı. Sonra deməli, ibadətgahlar yarandı, yəni qurğanlarda dəfn olunmağa başladı. Sonra birinci ictimai əmək bölgüsü baş verdi ki, burada əkinçilik maldarlıqdan ayrıldı. Bir də burada tikililərdə elə bir dəyişiklik oldu, kərpiçdən, ondan sonra daşdan daha da tikməyə başladılar. Təzə kitablarımıza əsasən evlərin ətrafında müdafiə divarları, məsələ hasarın çəkilməyə başladı erkən Tunç dövründə. Düzdür. Baxın müəllimlər, bir də bəzi testlər var ki, ən xırda detallarına qədər salınır testlərdə.
Bax, təsərrüfat və deyir, yaxşı mühafizə olunan ərazilərdə təbii təpə və dağlıq ərazilərdə salınırdı yaşayış məskənləri. Hansı dövr? Erkən Tunç dövründə. Erkən Tunç dövründə Sivri suvarmadan istifadə olundu. Tuğ əkinçiliyi, qış əkinçiliyindən əvəz olundu. Heyvanlaşdırılması hələ də davam elədi. Yeni heyvanlar əhəlləşdirilməyə başladı. Yaylaq maldarlığı başladı. Köçəri maldarlıq. Burada mütləq yadda saxlayaq. Biz təzə kitablarımıza əsasən qeyd edirik ki, Erkən Tunç dövründə müəllimənin də dediyi kimi əhəlləşdirmə davam edibdir. Əvvəllər əl-ki məktəbə də at sümüklərindən yekunlaşdırıldıq. İndi artıq deyirik ki, Erkən Tunç dövründə də heyvanların əhəlləşdirilməsi davam etmişdir. Üzr istəyirəm, müdaxilə edirəm. Müdafiə hasarları Orta Tunçda deyildi. Elə Erkən Tunç dövründə. Təzə kitablara əsasən Erkən Tunç dövrünə əlavə olunurdu. Təzə kitablar çıxılsın verirsiniz. 23-25-26 nəşrdə, səhifə 23-də yuxarı cədvəlin içində veriblər. Birinci cədvəlin içində. 25-26 nəşridir də. 25-26 nəşrində. Neçə dediniz müəllimə bağışlayın? Səhifə 23. Səhifə 23 yuxarıdakı cədvəlin içində. Sonra Nəzakət müəllimə bizə deyəcək, Nəzakət Ələkbərova, Nəzakət müəlliməm. Erkən Tunç dövründə gəlin baxaq görə insanların dini dünya görüşünə nə kimi yeniliklər oldu? Səsiniz açın müəllimə, səsiniz bağlıdır. Dini görüşlərində öllərlə bağlı kurqanlarda dəfn olunurdu. Ölən kurqanları dəfn olursa, deməli evlərdən kənarda dəfn olunur. Kənarda, bəli. Düzdür. Dini ibadətgahlar inşa olunmuşdur ki, bunlara misal çəkə bilərsinizmi xəritə üzərindən? Xatmazda mən necə dəqiqə yaxınlaşdım. Xatmaz neçəni işarələnir o bilmirəm. Xatmaz 5-dir, hə 5. Xatmaz 5-dir. Xatmazdadır mənlə. Bir də Qazaxdadır deyəsən, səhv eləmirəmsə 2-dir. Düzdür. Bir də var idi hadisa. Naxçıvanda da öldü mənlə. Naxçıvanda birinci kültə. Naxçıvanda bir hə. Birlə işarə olunubdur. Bax, yadda saxladıq bunları xəritə mütləq şəkildə yadda saxlamalıyıq. Oldu ibadətgahlarımız. İbadətgahlardan yanaşı biz nələr qeyd edirik? Birinci ictimai əmək bölgüsü deyək həm də. Birinci ictimai əmək bölgüsünün mahiyyəti nədən ibarətdir? Ümumiyyətlə, Erkən Tunç dövründə əmək bölgüsü baş verdi, bərabərsizlik yarandı. Birinci əmək bölgüsündə əkinçinin maldarlıqdan ayrıldı. Başqa? Bəli, əkinçilik maldarlıqdan ayrıldı. Və beləliklə maldarlar arasında təbəqələşmə yarandı. Sosial təbəqələşmə. Bəli, düzdür. Varlı kasıb təbəqələr artıq formalaşmağa başlayır ki, bu da cəmiyyətdə artıq təbəqələşmənin yarandığını bizə sübut edir. Bir də bir məsələni yadda saxlayırsınız ki, əkinçilər maldarlardan ayrıldığına görə, əkinçilər maldarlar da əkinçilərin məhsullarına ehtiyac yarandı. Beləliklə, mübadilə formalaşmağa başladı. Deməli, birinci ictimai əmək bölgüsü sadəcə əkinçilik maldarlıqdan ayrılması demək deyildir. Həm sosial olaraq cəmiyyətdə varlı və kasıb təbəqələrin yaranmasına gətirib çıxarıb, həm də mübadilənin, gələcəkdə də ticarətin yaranmasına təsir göstərəcək mübadilənin yaranmasına gətirib çıxardı. Bu oldu Erkən Tunç dövrü. Erkən Tunç dövründən sonra... Orta Tunç dövründə deyil, mübadilə. Bəli, Erkən Tunç dövrü deyilik. Orta Tunç dövründə deyil ki, əvvəllər yazılır. Erkən Tunç dövründədir mənim. Əvvəllər o bərabərsizlik varlı kasıb da son Tuncda idi, indi birinci Erkən Tunca əlavə edilir. Sadə bu başladı Erkən Tunç dövründən sonra davam etdi. Orta Tunç dövrü Nəzakət müəlliminin neçənci minillikləri əhatə edibdir? Demək, Erkən Tunç 4-dən 2-ci minillikdir, Orta Tunç 2-ci minillikdən əvvəlinə, 2-ci minillik sonra ortalarından çıxışdı. 3-cü minilliklarından, 3-cü minilliklarından. İkinci minilliyin əvvəllərinə qədər. Davam etmişdi. 3-cü minillikdə qeyd edilir ki, 600 il davam etmişdi bu dövr Azərbaycanda. Orta Tunç dövrü digər adı ilə nə mədəniyyət adlandırılır? Varlı qablar mədəniyyəti. Düzdür. O zaman bizdə Şəhla müəllimə deyə bilərmi? Şəhla müəllimə. Orta Tunç dövrünü gəlin baxaq görə Azərbaycanda hansı yaşayış məskənləri hesabına öyrənilibdir? Orta Tunç dövründə şəhər mərkəzləri vardı da müəllimə. Naxçıvanda 2-ci Kültəpə idi. Qarabağda Üzərlik təpə, bir də Nərgiz təpə də var idi. İndi deyəsən o kitabdan çıxardılıbdır.
Əksəpəni fikir verdiniz, son Tunç dövründə müdafiə tikililərinin içində qeyd edilmişlər. Orada eləyiblər, bəli. Erkən Tunç dövrünə ibadət evlərini deyə bilərik. Orta Tunç dövrünə də şəhər mərkəzlərini deyə bilərik. O zaman siz bizə deyin burada, müəllimlər, üstəlik təpə bilirsiniz də, rayon olaraq düşürsə, hansı rayonda axtarıb tutacaqsınız? Üzərlik təpə o Qarabağdadır da deyəm. Ağdamda yerləşir. Ağdamda. Bunu yadda saxlayaq, Qarabağda Ağdamda yerləşdir. Bəs yaxşı, bizim Cənubi Azərbaycanda da dedik ki, bir şəhər mərkəzimiz var ki, bu şəhər mərkəzi necə adlandırılırdı? Cənubi Azərbaycanda? Bəli. Cənubi Azərbaycanda Urmiyada yerləşir. Göytəpə. Göytəpə adlı bir də yaşayış məskəni Şimali Azərbaycanda hansı rayonda yerləşir? Onda Neolit dövrünə deyərik, Tovuzda Göytəpə deyə bilərik, bir də Ağdabəddə Kamil Təpə deyə bilərik. Doğrudur. Sonra bir də şəhər mərkəzlərindən nəyi misal çəkmək istəyirəm. Azərbaycanda şəhər mərkəzləri dediyi Orta Tunç dövründə 3-cü minlikdə yarandı. İndi gəlin baxaq görək, Şumerdə şəhər mədəniyyəti şəhərlər nə zaman meydana gəlibdir? Şumerdə şəhər mərkəzləri o da 3-cü minlikdə meydana gəldi, deməli. 4-cü minlikdə meydana gəldi. 4-cü minlik sonlardan artıq şəhər dövlətə çevrilmişdi. Sonra Yunanıstanda şəhərlərin meydana gəlməsi neçənci əsr idi? Şəhər dövlətlərinin daha doğrusu meydana gəlməsi. Yunanıstanda 13-cü əsrdə, 12-ci əsr deyirdik. 8-7-ci əsr deyəkmi? Şəhər dövlətlərin. Hatta Afina, Korniv, Mikenav kimi şəhər dövlətləri. Afina 6-cı əsrdə idi də mənim elə bil. 8-ci şəhər, bəli, 8-ci əsr, Polissat olan 8-ci əsrdə idi, bəli. Bu cür əlaqəli öyrənən daha yaxşı yadda qalır. Baxın, Azərbaycanda şəhərlər, qədim Misirdə, Şumerdə, Keçdik Mesopotamiya, Yunanlar və s. Sonra bir də atçılıq dedik ki, Azərbaycanda atdan minik vasitəsi kimi istifadə olmaqla yanaşı, ata sitayişi nə zaman mövcud olmuşdur? Ata sitayişi son Tunç ilk dəmir dövrünə deyə bilərik. Ancaq atdan deməli istifadə ediblər erkən Tunç dövründə də mənim qoşqu heyvan kimi, yəni o da əkin sahələrinin genişlənməsinə səbəb olmuşdu. Düzdür. Bəs yaxşı, Şəlalə müəllimə bizə deyər. Şəlalə müəllimə, Orta Tunç dövründə bağçılıq, bostançılığın, şərabçılığın yaranmasına təkan verən hadisə nə oldu? Yenilik. Bağçılıq, bostançılıq? Bəli. Küplərdə şərabçılıq yarandı, necə oldu? Gəlin baxaq görə. Erkən Tunç dövründə artıq əkinçilik inkişaf elədi. Su çatmayan yerləri hansı yolla suvarmağa başladılar? Süni suvarma. Bəli. O süni suvarma da Orta Tunç dövründə nəyə gətirib çıxardı? Üzümçiliyin inkişafını deyirsiniz mi? Bağçılıq, bostançılığa. Bağçılıq, bostançılıqdan da şərabçılıq meydana gəlmişdir. Adətən iri şərablar, dedik ki, şərablar harada saxlanılır? Küplərdir. İri şərab küpləri. Harada tapılmışdı Azərbaycanda? Hansı dövlətə aid edirik iri şərab küplərini? Qəbələdə, Mingəçevirdə onu deyirsiniz müəllimə? Mannada tapılmışdı müəllimə. Mannada tapılmışdı. İri küplər. Həsənlidə aşkar olunmuşdu iri şərab küpləri, daşlaşmış formada şərablar tapılmışdı küplərin içərisində. Sonra Orta Tunç dövründən danışırıq. Orta Tunç dövrünün adı digər adı nə mədəniyyəti oldu? Boyalı qablar mədəniyyəti. Bu cür boyalı qablar hansı bölgədə tapılmışdır? Naxçıvanda. Naxçıvanda 2-ci Kültəpə və Üzərlik təpə. Şahtaxtı. Bu şəklin altında veriblər, onu diqqət etməyin. 2-ci Kültəpə və Şahtaxtıdan tapılmışdır. Boyalı qablar mədəniyyəti, artıq qabların üzəri rənglənir, boyalanır. Ona görə bu dövrdə mədəniyyət artıq hansı səviyyə çatdı? Çiçəklənmə dövrünə qədəm qoyulur. Çiçəklənmə devri. Orta Tunç devri çiçəklənmə devridir. Mədəniyyətin çiçəklənməsi dövrü hesab olunurdu. Boyalı qablar mədəniyyəti. İlhamə müəllimə yoxdur. Aygün müəllimə ilə davam edək. Aygün müəllimə. Bəs yaxşı, biz Eneolit dövrü və Orta Tunç dövrü üçün sobalardan istifadə olması, metallurgiyada sobalardan istifadə olması vaxtlar cəhət edə bilərik. Orta Tunçla Eneolit dövrün bəli. Duluzçuluq yaranıb Eneolit dövrünün inkişaf edir. Çəkilənmə dövrü Orta Tunca təsadüf edir. Orta Tunçda davam edir. Boyalı qablar mədəniyyəti adlanır Orta Tunç. Bağçılıq, bostançılıq inkişaf etmişdir. İlkin şəhər mərkəzləri yaranmışdı Orta Tunçda. Aha, Eneolit dövründə də yadımıza saxlayırıq ki, bayaqlar dedik, metalı, yəni misi emal eləmək, onu əridilər.
Müəllim, metallurgiyanın əsası qoyulur, Eneolit dövründə döyülmə, soyuq döyülmə üsulundan istifadə olunur, kürələr yaranır Eneolit dövründə. İsti doyumlu üsulundan istifadə olunur. Eyni zamanda ocaqda qızdırırlar. Orta Tunç dövründə də artıq dedik ki, metal əritmək üçün sobalar, metallurgiya sobaları daha da təkmilləşdirilmişdir. Bu dövrdə. Çəkilənmə Tunç dövrünə təsadüf edir, o dövrə düşür. Bəs yaxşı, toxuculuğun yaranmasına hansı dövrə aid edir? Toxuculuq yaranır Neolit dövründə. Sadə toxucu dəzgahların yaranması, Eneolit dövrü, son Tunç dövrü. Orta Tunç dövründə artıq deyək ki, sadə toxucu dəzgahlarından istifadə olunur. O zaman gəlin baxaq ki, Orta Tunç dövründə baş vermiş ictimai əmək bölgüsünün mahiyyəti nədən ibarətdir? Orta Tunçda bəli, ikinci ictimai bölgüsü baş vermişdi. Sənətkar, əkinçi maldar tayfada sənətkar ayrılır da, sənətkar özü müstəqil bir sahəyə çevrilir. Qəşəng, düzdür. Sənətkarlıq müstəqil bir peşəyə çevrilir. Düzdür. Nəzakət müəllimimiz eləyəcək, Nəzakət Qazaxova. Nəzakət müəllimə son Tunç erkən dəmir dövrü deyirik. Hər ikisi adətən birlikdə adı çəkilir bu dövrün. Neçənci minillikləri əhatə edib son Tunç erkən dəmir dövrü? İkinci minilliyin sonlarından etibarən birinci minilliyin əvvəllərinə qədər. Son Tunç erkən dəmir dövrü. İndi gəlin baxaq görək, bu dövrdə əhalinin ictimai həyatında nə kimi yeniliklər baş verdi? Müəllimə ayaqla hərəkətə gətirilən duluz çarxından istifadə etdilər. Sonra atdan əvvəl minik vasitəsi kimi istifadə edirlər. İndi daha geniş sahələrdə, yəni əkinçilikdə, yəni torpağın əkilməsində daha geniş, bir də dəvələrlə istifadə edirlər atdan əlavə. Ondan sonra deməli qurğan kollektiv dəfn etmə deməli var idi. Daha geniş, daha varlı insanları əmlaki ilə birlikdə geniş sahələrdə dəfn edirlər. Müharibə, hərb işi cəmiyyətin həyatında əsas məşğuliyyətə çevrildi. Elə bu son erkən deməli son Tunç dövründə də müharibə, bir də müdafiə divarları da çəkilirdi. Bunlar bizə müdafiə divarlarına? Hansı ərazilərdə müdafiə divarları? Müdafiə divarlarının qalıqları... Birini Gədəbəydə, mən deyim Gədəbəydə. Bir Gədəbəydə idi o birisi. Gədəbəydə Arıqdan, bir də Naxçıvanda. Naxçıvanda bir də Çalxan qalı. Onların şəkilləri var. Bir də Tunç dövrünə aid Xocavənddə yadınıza saxlayırsınız ki, Nərgiz Təpə yaşayış məskəndə. Müdafiə divarları aşkar olmuşdu. O zaman bizə siklopik tikilləri hansı mədəniyyətlə oxşar cəhət olduğunu deyə bilərsiniz? Siklopik tikillər, deməli, Təpəgöz tikillərdə siklopik tikillər. Bunu kitabın bir tərəfinə qeyd edirsiniz, Mikena mədəniyyəti ilə oxşar cəhətlə şəkildirdim. Səbah müəllimə deyəcək. Səbah müəllimə, son Tunç erkən dəmir dövründə təsərrüfatda baş verən yeniliklər nələr oldu? Təsərrüfatda əkinçilikdə demək orada beyin daşları uyduruldu, o taxıl yerlərdə beyin daşları ilə qoyuldu təsərrüfatda. Başqa nə deyə bilərik? Maldarlıq inkişaf edilmişdi, orada yarım keçmə maldarlıq var idi. Erkən Tunç dövründə davam edirdi. İndi də davam edirdi. Atdan dələdən istifadə edirdilər, burada da davam edirdi. Yeni anlardan düşmədilər. Sonra başqa, əsasən daha da genişləndirilib. Xüsusən deyirik ki, taxta bəl məsələsini yadda saxlayırsınız, kitabda şəkil var. Taxta bəl daşı ütmək üçün müxtəlif vasitələrdən istifadə olunurdu. Ayaqlar hərəkətə gətirilən duluz çarxım və yaxşı. İnsanlar artıq dəmirdən müəyyən məişət əşyaları hazırlamağa başladılar ki, bunu sübut edən arxeoloji tapıntı harda aşkar olunur? Uzun təpədən tapılan əşyalardan qılınclar tapılmışdı orada, Tunç qılınc tapılmışdı. Sübut edilmişdi ki, yəni dəmirdən da geniş istifadə olunmuşdu. Düzdür. Son Tunç erkən dəmir dövrü neçənci əsrlərə əhatə edib desəm bəs? Əsrlərin? Bəli, əvvəlki illərə nəzərən deyildik. 14, 7-ci əsrlərə əhatə edib. 14, 7-ci əsrlərə əhatə elədi.
Sonra başqa nə deyə bilərik? Heç nə, əsas hissələri qeyd edirik son Tunç Erkən Dəmir dövrü üçün. Oxşar cəhət kimi həm. Son Tunç Erkən Dəmir dövrü niyə əsrdən yada salıram? Çünki 14-7-ci əsr deyirəmsə, fikirləşin görək, bu dövrdə Azərbaycanda artıq hansı dövlət meydana gəlmişdi? 14-7-ci əsrlərdə artıq Azərbaycanda artıq Mannan deyə bilərik ki, Ermənistanın götürülməsində Mannan başlanmışdı. Doğrudur. Mannanın meydana gəlməsini qeyd edə bilərik. Azərbaycan, Rəna müəllimə bizə deyəcək, Rəna müəllimə. Son Tunç Erkən Dəmir dövründə Azərbaycan qonşu xalqlarla əlaqəsi mövcud olub deyə bilərik. Misal üçün, kimlərlə əlaqəmiz mövcud? Mucuğun üzərində adamları, hökümlərin adı qeyd olunmuşdu. Bəli, Yaxın Şərqin bir çox qabaqcıl dedik ki, haqları ilə əlaqə saxlamışdım. Misal üçün biz bunlara artıq hansı Assurları. Bəli, Assurlarla deyə bilərsiniz, doğrudur. Ona görə Mannanı xatırlamaq lazımdır ki, Assurlarla əlaqəsi olduğunu buradan aydınca yadımıza saxlaya bilərik. Sonra Azərbaycanı qeyd edirik ki, şimalına nisbətən cənubunda. Nəyə görə? Bax, bu ictimai bərabərsizlik daha tez dağıldı. Yəni, iqtidai icma vuruşu nə üçün cənubda daha tez dağılmışdı? Sosial bərabərsizlik mövcud idi. Niyə? İnsanlar yeni kəsb təbəqələrə bölünürdü. Yenə əlaqələrə görə yadımıza salırıq ki, qonşu qonşuya baxar, canını o da yaxar. Qonşuları Qədim Şərqin bir çox şəhər dövlətləri əlaqə saxlamış Azərbaycanın cənub tayfaları o qədim Şərq dediyimiz Şumerlərin əlaqə saxladığına görə oradakı ictimai bərabərsizlik Azərbaycana da təsir göstərmişdi. Nəticədə iqtidai icma quruluşu şimala nisbətən cənubda daha tez dağılmışdı. Bizim cənubla əlaqəmizdən dolayı, yəni Şumer şəhər dövlətləri ilə əlaqəmizdən dolayı. Hər ana müəllimə, bir də nələrimiz qaldı? Biz son Tunç Erkən Dəmir dövründə insanlar nələrə sitayiş elədiyini deyə bilərsiniz bizə? Şəkildə səma cisimlərinə, aya, günəşə, ulduzlara sitayiş olunurdu. Bəli, sitayiş dedik ki, geniş yayılmışdır. Səma cisimlərinə sitayiş. Təbiət qüvvələrinə inam nə zaman yaranıb? Təbiət qüvvələri paleolit dövründə idi. Evet. Doğrudur. Bir də müəllimə, diqqətlə fikir versəz, artıq 1-ci Kültəpəni Eneolit dövrünə dair ediblər. Səhifə 30-dakı xəritədəki məlumata əsasən bu fikrə gəlirik biz. Xəritədəki məlumata əsasən. Bir də müəllimə, bir məqam diqqətinizə çatdırım ki, iqtidai icma quruluşu mütləq bu dövrə aid sual düşür imtahanda. Amma heç də çətin bir sual olmur, çox rahat. Bu ildiki sertifikasiya imtahanında da, əvvəlki illərin MİQ imtahanlarında da iqtidai icmadan düşən sual kifayət qədər yaxşı, rahat olur, yazmaq mümkün olur. Yəni, məlumatınız olsa, rahatlıqla yaza biləcəksiniz. Sonra, bizə Kəmalə müəllimə deyəcək iqtidai icma quruluşunun dağılmasının səbəblərini. İqtidai icma quruluşunun dağılmasının səbəbi ən birinci sosial bərabərsizlikdir, təbəqələşmənin getməsidir, iri tayfa ittifaqlarının yaranmasıdır. Bu səbəblərdən iqtidai icma quruluşu artıq dağılmağa başladı. Ayrı-ayrı tayfa deməli ittifaqları yarandı da burada varlanma, varlı kasıb təbəqəsi yarandı. Düzdür, hakimiyyət ayrı-ayrı şəxslərin əlinə keçir, yoxsul təbəqələrin formalaşması, cəmiyyətin varlı yoxsul təbəqələrin. Nəticədə iqtidai icma quruluşu dağıldı. Düzdür. Bəs yaxşı, Nəzakət müəllimə bizə deyə bilərmi Nəzakət Ələkbərova? Nəzakət müəllimə, siz bizə Orta Tunç dövrünə aid olan yeniliklər misal çəkə bilərsinizmi? Nəzakət müəllimə, eşidirsiniz? Ben sesimi tutmamışım. Orta Tunç dövründə olan yeniliklər. Bəli. Bu çiçəklənmədir də, bir çiçəklənmə dövrüdür deyə, o incə sənəti. Yoxsa mədəniyyətin çiçəklənmə dövrü. Sonra düşmürüm yadımdadır. Günay müəllimə, buyurun. Orta Tuncda boyalı qablar mədəniyyətini yenilik kimi götürmək olar, şəhər salmanı yenilik kimi götürmək olar. Erkən Tuncda sulu suvarma sisteminə görə bağçalıq, üzümçülük, şarabçılığın yaranmasını yenilik kimi götürmək olar. Onlar yenilik yaratmalar var idi.
Yəni davam edirdi deyə müəllimə demək istəyir. Bağçılıq, bostançılıq yarandı, bəli. Yarandı, Yarandı, bəli. Bu yeni yarandı. Aha. Boyalı qablar mədəniyyəti, axı sadə naxış eynilikdə var idi, amma boyalı qablar burada yenilik kimi götürür. Şəhər salmanı yenilik kimi götürmək olar. Bir də orada mübadilə səhv eləmirəmsə var idi, yoxsa mübadilə davam elədi. İlmi davam edir. Tayfa ittifaqlarının yaranması həmçinin davam edirdi deyək. Aha, iri tayfa ittifaqlarının, bəli, iri tayfa ittifaqlarının. Biz də müəllimə, biz nəyə unutduq bayaq deməyi? Burada sosial bərabərsizliyin elementlərin təzə kitablar eynilikdə götürüblər, onu demədik. Bəli, eynilikdə götürüblər. Qoyunçuluğu da demək olar da, qoyunçuluğun inkişafı, sadə toxuculuğu. Düzdür. Bir də Günel müəllimə sizə bir sual verəcəkdim. Bu paleolitdə, Neandertalda yazılıb ki, məşğuliyyəti ancaq ovçuluqdur. Yəni bu testdə də belə yığıcılıq yazmayıblar, ona görə mən onu sual verməkdir. Ümumiyyətlə bilirik ki, Neandertal insan olsun, ulu icmada yaşayan, lap bacarıqlı insan olsun, hər ikisi ovçuluq, yığıcılıqla məşğul olublar. Testdə ovçuluq var idi. Sonra, deməli bunları demək olar hər birini xüsusən vurğuladıq, müəllimlər. Məncə elə bir yaddan çıxan Göynəmə, bağışlayın, bir sual verəcəyim. Bu ocaq izlərini biz alt paleolitdən götürürük, yoxsa bu eynilikdədir? Yox, elə alt paleolitdən götürürük. Alt paleolitdə Azıq mağarasındakı ocaq izlərindən götürürük. Bəs yaxşı, Günay müəllimə, siz bizə deyə bilərsiniz, dəbdəbəli kurqanlar, yəni hər hansı da bir tayfa başçısı mənasib olan kurqanlar hansı bölümdə? Dəbdəbəli kurqanları biz son tunçdan görəcəyik. Sosial bərabər kurqanları erkən tunçda görmüşdük, amma dəbdəbəlinin son tunçda götürürük. Kurqanları da bir də götürürük. Son tunçda biz Xocavənddə, Xocalıda, Kərimlidə, Sarıçoban, səhv eləmirəmsə, bunlar da bu yerlərdən götürülür. Düzdür. Müəllimlər, indi isə gəlin bir də testlərimizə baxaq. Məncə suallarımız kifayət qədər ətraflıca verildi. Bir də testlərin üzərində bir bunu öyrəndiklərimizi təbii. Dövlət qurumlarını soruşmayacaqdınız. Hayır, dövlət qurumlarını verməmişdim. Sadəcə ibtidai icma quruluşunu vermişəm və qrupa da yazmışam. Hansı dərs oxunulacaq, hansı testlər işlənəcək. Mən bura baxdım, dövlət qurumlarını yoxlamadım.